2 rikət ömründə diqqətli namaz qıl deyir, cənnət ona vacibdir. 2 rikət diqqətli namaz qıl əvvəldən axıra. Peyğəmbər bu kim namaz qılsa və diqqəti Allah'ta olsa, deyir namazdan qutaranda bir namazdan danışır Peyğəmbər. Diqqəti Allah'ta olsa, qəlbi Allah'a yönəlsə, namazdan ayrılanda elə bil anasından indi dünyaya gəlib, tərtəmiz bir namaz bu gücdədir. Niyə? Diqqət o möcüzəni yarattı. Diqqət az bir şey deyil. Ayətullah Behçətdən soruşdular, o da namaz mütəxəssisidir. Biz eləyə bilmirik. Dedi ki, nə qədərini eləyə bilirsiniz? Axı biz bilirsiniz nə edirik? Biz onu yadımızdan çıxardırıq ki, namazda Allah haqqda düşünmək lazımdır. Deyir, harada getdi qaytar, getdi qaytar. Bu da bir qazançdır. Allah ölənlərinə rəhmət eləsin o adamın ki, 4 rükətli namazda 10 dəfə fikri gedir, qayıdır. Yoxsa ki, fikir namazda olmur, gedə qayıdır. Fikir namazda olmur. Hər şey haqqında düşünür. Oturup onu yazsa neler hakkında düşünür. Utandığından adam öler ki.